Salam, bugün sizlərlə birlikdə diskriminanta aid bir məsələ həlli, misal həlli sizə başa salacağam. Belə bir misalımız var, belə gördüyünüz kimi. Bu Namazovun tapşırığıdır. 8-ci sinif Namazovun tapşırıqlarından birisidir. Mən bunu indi sizə izah edəcəm. Necədir? Burada ən birinci mötərizələrin içini həll edirik. X-i x-ə vururam 2x, yəni x-in kvadratı, 2-yə də vururam. X-in kvadratını 2-yə vuranda eləyir 2x-in kvadratı. Üzərinə gəlinsin. Neyləyirik? X-i 2-yə vururuq, eləyir 2x. 2-yə də vururuq, 2x-i da 2-yə vurduqda 4x edir. Sonra 1-i x-ə vururam, x, 2-yə vururam, 2x. Sonra 1-i 2-yə vururam, eləyir 2. 2-ni də 2-yə vuranda 4 eləyir. İndi bu mötərizəyə keçirik. 4-ü x-ə vururam, sonra da 4x-i x-ə vururam, 4x-in kvadratı. 4x-i 5-ə vururam, çıxılsın 20x. 5-i x-ə vururam, üzərinə gəlsin 5x. 5-i 5-ə vururam, yəni mənfi olduğuna görə burada mənfi olduğuna görə bu olur mənfi 25 bərabərdir. Sonra buranı həll edirəm. X-i x-ə vururam, x-in kvadratı. X-i 2-yə vururam, 2x. Mənfi olduğuna görə mənfi 5x. Çıxılsın 5-i də 2-yə vururam, 10 eləyir. İndi biz bunu həll edirik. 2x-in kvadratı, görək hansı x-in kvadratları var. 2x-in kvadratı, 4x-in kvadratı, bir də x-in kvadratı. 2x-in kvadratı ilə 4x-in kvadratı eləyir 6x-in kvadratı. 6x-in kvadratından da çıxıram. Bura müsbətdir. Bu tərəfə keçdikdə mənfi x-in kvadratı olur. 6x-in kvadratından da çıxıram x-in kvadratını, eləyir 5x-in kvadratı. Sonra yaşıl olanlara baxırıq. Ayırt etmişəm bunları. 4x-in üzərinə gəlsin 2x, eləyir 6x. 6x-dan, yəni mənfi 20x-dan 6x çıxanda mənfi 14x. Sonra mənfi 14x-dan da çıxıram. Çünki mənfi olduğuna görə çıxıram. Eləyir, mənfi 14x-in üzərinə gələn 5x, o da mənfi olur, mənfi 11x. Mənfi 11x-dan da buranı çıxıram. Cavab axırda mənfi 6x qalır. Yazdım ki, 5x-in kvadratı çıxılsın 6x, çıxılsın 4, sonra 25 və 10. Bu eləyir 25-dən 4 çıxıram, eləyir 21, 21-dən də mənfi 21-dən də müsbət 21 yox, mənfi 21-dən çıxıram, mənfi 10 eləyir, mənfi 11 bərabərdir 0-a. İndi burada diskriminantını tapırıq. Biz gördük ki, buranın əmsalı 5-dir, a bərabərdir 5. Buranın əmsalı görürəm ki, mənfi 6-dır, b bərabərdir mənfi 6. C-nin də, yəni buranın da əmsalı görürəm ki, mənfi 11-dir. İndi biz bilirik ki, diskriminantın bir dənə düsturu var. Diskriminantın düsturu böyük D bərabərdir. B-nin kvadratı çıxılsın 4AC bərabərdir. Biz görürük ki, B-nin kvadratı nədir? Mənfi 6. Mənfi 6-nı mənfi 6-ya vuranda 36 edir. Çıxıram 4-ü vururam A-ya, yəni 5-ə. Burada yazmışam. Sonra onu da vururam C-yə, yəni mənfi 11-ə. Mənfi 11-i mötərizə içərisində yazıram. 36 çıxılsın, buranın cavabı eləyir 220. Deyəsəz, niyə burada üstəgəl oldu? Çünki mənfi və mənfi, buradakı mənfi və buradakı mənfi bir-birinə müsbət eləyir və toplayırıq. Buranın da cavabı eləyir 256. 250 də nəyin kvadratıdır? Nəyin kvadratı 16-nın kvadratıdır. X1 yenə düsturu var ki, X1 çıxılsın B kvadrat üzərinə gəlsin. Kök altında diskriminant bölünsün 2A bərabərdir. Mənfi B kvadrat neçə eləyir? Mənfini müsbət eləyir. Yəni 6 üzərinə gəlsin 16 bölünsün 2 vurulsun A-ya, yəni A-mız da 5 olduğuna görə 2 vurulsun 5-ə. 6 üzərinə 16 gələm, eləyir 22. 2-ni vuram 5-ə 10. 22 ilə bölürəm 10-a, eləyir 2,2. Deməli, birinci diskriminantın üzərinə x bərabərdir 1. 2,2 eləyir. Sonra x2-ni tapırıq. Onun da düsturu budur ki, mənfi x çıxılsın, mənfi B kvadratı çıxılsın kök altında diskriminant bölünsün 2A. Yəni bunun əksini eləyir indi burada. Yəni gördüyünüz gibi burada pürüsü, burada çıxırıq. Nəysə 6 çıxılsın 16 bölünsün 2A, yəni A-mız 5-dir. 6 çıxılsın 16 bölünsün
10-a, 6 çıxılsın 16 da eləyir -10, -10-u da 10-a böləndə -1. Yəni diskriminant belə asan mövzu olmağına deyil o qədər də, ancaq yəni öyrənəndən, düsturları biləndən sonra çox asan mövzudur. Yəni düsturlarla həll edən bir mövzudur. Sağ olun, görüşənədək.